Biri vardı, biri yoxdu. Uzaq meşələrin birində Tonton adında balaca bir fil yaşayırdı. Tontonun digər fillərdən bir fərqi vardı. Onun xortumu çox uzun idi və asqıranda burnundan göy qurşağı rəngində qığılcımlar çıxırdı. Bir axşam Tonton meşənin ortasındakı gölə baxanda gördü ki, göydəki ulduzlar çox sönük görünür. Sanki kimsə göyün işığını azaldıb. Birdən göydən balaca bir ulduz parçası sürüşüb düz Tontonun qarşısına düşdü. Tonton ondan niyə ağladığını soruşanda ulduz pıçıldadı ki, göy üzündəki gümüşü toz bitib və əgər parlamasalar, uşaqları yuxuları rəngsiz qalacaq. Tonton dostuna kömək etmək üçün meşənin ən hündür təpəsinə çıxdı. Amma nə qədər çalışsa da ulduzlara boyu çatmadı. Birdən ağlına parlaq bir fikir gəldi. O meşədəki ən şirin və rəngli güllərin tozcuqlarını topladı. Gölün kənarından xortumuna təmiz su çəkdi və bunları bir-birinə qarışdırdı. Tonton bütün gücünü topladı, gözlərini yumdu və var gücü ilə asqırdı. Onun xortumundan milyonlarla gümüşü və qızılı zərrəcik göyə fışqırdı. Bu zərrəciklər göyün ən uca nöqtəsinə qədər uçub ulduzların üzərinə qondu. Həmin an bütün göy üzü yenidən bərq vurmağa başladı. Ulduzlar o qədər parlaq idi ki, bütün meşə gümüşü rəngə boyandı. O gündən bəri Tonton hər gecə ulduzları parlatmaq üçün göyə sehirli tozlar göndərir. Uşaqlar isə göydə axan ulduz görəndə bilirlər ki, bu Tontonun onlara göndərdiyi kiçik bir salandır. Göydən 3 alma düşdü. Biri nağıl deyənin, biri qulaq asanın, biri də ulduzları sevən bütün uşaqların.